Yadda saxlayın, hamının qəlbini əldə edə bilməyəcəksiniz. Adam var, özü öldür, xeyri yoxdur. Mən 5 nəfərin ürəyini əldə eləmək istəyirəm, başlayıram onlarla. Bu 5 nəfərin ürəyini əldə elədikcə 10 nəfər oradan sənə qarşı çıxır. Həzrət Loğman barədə deyirlər ki, oğlu ilə uzunqulaqla gedirdilər, dedilər ki, əvvəl oğluna dedi, sən min kişi gedirdi, özü yanı ilə. Cəmaat dedi ki, buna baxıyor, uşaq nə ədəbsizdir, kişi atası yerdə gedir, özü çıxıb qulağın üstünə. Dedi, yaxşı, sən düş, mən minim. Mindi, uşaq yanı ilə gedir. Dedilər, bu kişiyə baxıyor, uşağa rəhm eləmir. Özü minib heyvana, uşaq qalıb gedir. Dedi, yaxşı, gəl ikimiz də minək. İkisi də mindi, dedilər, buna baxıyor, heyvana rəhm eləmirlər, ikisi də miniblər. Dedi, gəl heyvanı götürək çiynimizə. Dedilər, bunların ağlı yoxdur. Heyvanı çiynlərinə götürdülər. Yəni, bunu mən şəxsi həyatımda, ictimai həyatımda təcrübə eləmişəm, özüm. Yəni, bir qrup insan var, nə inəyəsən xeyri yoxdur. Mümkün deyil. Nə inəyəsən bir irad tapacaq. Nə addım atacaqsan bir irad tapacaq. Bu barədə mənə çatan yoxdur bəlkə bu ölkədə.